Hamınıza salam dostlar. Bu videoda Samsung Galaxy A16 telefonunu incələyirik və həmən başlayaq. Dostlar, bu görmüş olduğunuz telefon, yəni təzə telefon deyil, yəni bir çoxunuz bunu bilir. Ancaq mən bunu yenidən incələməyə, yəni qərar verdim. Ona görə də bu videonu çəkirəm və keyfli seyirlər. Dostlar, bu yəni üz kamerasını da açdım ki, biraz görünsün də, sifətim zadında görünsün. Hal-hazırda bir mağazada tutmuşam. Yəni vitrinin qabağındayam. Və dostlar, görmüş olduğunuz kimi ön tərəfdən görünüşünü biz görəcəyik buradan ki, biraz qalın çərçivələr mövcuddur. Baxmayaraq ki, Super AMOLED ekrandır. Dizaynını o qədər o vaxt yaxşı eləməmişdilər bu telefonun və buna görə də bu telefon, yəni bir çoxları tərəfindən istifadə olunur hal-hazırda da. İndi onlardan əgər siz kimsə, yəni bu telefondan izləyirsə bu videonu, lütfən oradan, yəni yorumlardan bildirsin. Görmüş olduğunuz kimi telefonun məsələn tutumu da yaxşı olurdu. Dizayn arxa tərəfdən yaxşı idi, ancaq ön tərəfdən görmüş olduğunuz o necə deyək, ön kamerası daha köhnə versiyalardan idi. Dostlar, telefon 2024-cü ildə istehsal olunmuş və noyabrın 20-si satışa çıxmışdı. O vaxtda 200 qram bir telefon və 4G-ni dəstəkləyirdi bu. IP54 su sıçramalarına qarşı dayanıqlı idi və 90 Hz-lik Super AMOLED bir ekrandır. Yəni dostlar, bu telefonun ekranı o dönemin ekran yerləmə sürətinin tam limitlərində idi. Çünki 90 Hz ekranlar onda yaygın idi. Hal-hazırki 120 Hz kimi değildi. Sadəcə Helio G99 prosesoru mövcuddur. Bu prosesor dostlar 120 Hz dəstəkləyir bu arada. Mən sizə onu deyim. Və 6 nanometrik prosesordur bu. O vaxt Android 14 ilə gələn telefon One UI 8.5 arayüzündən gəlirdi və bu telefonun daxili yaddaşı da maksimum 256 GB yaddaş və 4 GB RAM-la gəlir maksimum olaraq. Yəni performans olaraq da burada necə deyək, Mali 57 MC2 ekran kartı mövcuddur. Hansı ki bu da 120 Hz dəstəkləyə bilərdi ən azından. Yəni orada qoymayıblar bunu. Bu da proqramsal olaraq öz necə deyək, yəni proqram olaraq bunu necə deyək, məhdudlaşdırıblar. Ona görə də 90 Hz-də qalıb. Ancaq bu 120 Hz dəstəkləyir. AMOLED ekranlarda da yəni bu dəstəklənir əslində. Onu eləməyiblər. 50 megapiksellik kamerada f1.8 diafraqmadır və bu 5 megapiksellik əlavə ultra geniş bucaqlı kamerası da var və 2 megapiksel makro kamerası da mövcuddur bu telefonun. Təbii ki, autofokusu dəstəkləyir. Gecə vaxtı yaxşı şəkildə çəkən telefonumuzun ön kamerası 13 megapikseldir. 2.0 diafraqmadır. Pis deyil həqiqətən. Gecə vaxtı məsələn biraz nisbətən axşamüstü falan yaxşı şəkildə çəkmək olar. 1080p 30 FPS-də video çəkir bu telefonun ekranı ön tərəfdən. NFC mövcuddur. Qulaqçıq girişi olmasa da NFC mövcuddur. Və tək bir dənə qalonkası mövcuddur təbii ki də. Bluetooth 5.3 ilə gəlir. Yeni bir versiyadır bu təbii ki. Ancaq çox da yeni deyil. İndi 5.4-də çıxıb deyəsən. 5000 mAh saatlıq bateriyası 25 vaxt zaryadka ilə dəstəklənir və ekran altında barmaq izi oxuyucusu ola bilməsinə rəğmən, yəni ola bilməsinə baxmayaraq, barmaq izi ekranın böhründə yerləşdirir, yəni yan hissəsində. Bu da elə də yaxşı deyil. Çünki yəni AMOLED ekranda optik ən azından barmaq izi qoymaq olardı. 387 min xal yığır dostlar bu telefon. Yəni necə deyək, hal-hazırki standartlara günlük istifadədə və nisbətən oyun oynamağa yarayan bir telefonu hal-hazırda da yəni belədir bu. Telefon haqqında məlumat mən sizə deyə bilərəm ki, ikinci əl əgər tapmısınızsa bu telefondan, yəni ikinci əl almaq fikriniz var isə ala bilərsiniz. Könül rahatlığı ilə yenə də gündəlik işlərinizi Helio G99 prosesoruna həvalə edə bilərsiniz. Yəni belədir. Dostlar, videodan bu qədər. Yəni özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Yenə də növbəti videoda görüşərik.